Cins ilə klassik tərzdə olan dəri kəmər geyinmək mümkündürmü? Əlbəttə mümkündür. Bu yaxınlarda bir nəfər yazmışdı ki, cinsin səhv geyinmisən kəməri daha enli kəmər olmalıdır. Bəli, qəbul olunmuşdur ki, cinslə 38-40 mm enində kəmərlə geyinmək lazımdır. Amma bu artıq aktual deyil. İstədiyiniz kəməri geyinə bilərsiniz. Mən məsələn enli kəmərlərim var, amma onları istifadə etmirəm, hətta satışa da qoymuşam. Daha çox klassik kəmərlərdən istifadə edirəm. Çünki bu kəmərlə obraz daha smart casual olur və daha elegant görsənir. Odur ki, bu şəkildəki dəri kəmərlərdən istifadə etmək olar. Bir də demək istəyərdim ki, kəmərlə ayaqqabının rənginin eyni olması qəbul olunubdur. Amma casual obrazda onlar fərqli də ola bilər. Məsələn, kəmər şalvarın rəngində ola bilər, ayaqqabı isə başqa rəngdə ola bilər. Amma ikisi də bənzər rənglərdə olsa, dəri ayaqqabı və dəri kəmər qəhvəyi rəng ən universal rəngdir. Hər bir rəng geyimlə geyinmək olar.